15 ildir mən bu işlə məşğulam. Amma bir ilin ərzində bu işlə məşğul olan adam məni gəlib keçə bilər. Lokasyon çox önəmlidir, yoxsa sosial medianın daha güclü olması? Səncə sosial media üzərindən geyim alanlar daha çox xanımlardır, yoxsa kişilər? Beləliklə də gəldik artıq bir neçə il müddət keçəndən sonra gəldik şəhərdə mağazamızı açdıq. Yoldan gedirdim maşınla. Solda baxdım gördüm buna da bir maşın hamısı eyni. Yəni bəylər ehtiyacı olan anda alırlar. Ehtiyacı olan anda alırlar. Amma xanımlar isə planlı Təbii şəkildə. Amma insanlar hal-hazırda geyim alarkən nəyi takib edirlər? Səncə yaxşı mağaza üçün lokasyon çox önəmlidir, yoxsa sosial medianın daha güclü olması? Hər kəsə salam, Dubaydan sizi salamlayırıq. Bugünkü podkastımızın qonağı 10 ildən çoxdur dostluq etdiyim, 15 ildən çoxdur ki, kişi geyimləri sferasında çalışan, öz biznesi olan və Gios kişi geyimlərinin sahibi Kənandır. Kənan, xoş gəlmisən Dubaya və xoş gəlmisən podkastıma. Çox sağ olun, çox sağ olun. Buyur, biraz özünü təqdim elə. Təbii ki, səni izləyirlər sosial mediada, TikTokda, Instagramda izləyirsiniz Gios kişi geyimləri. İzləyənlər var. İzləməyənlərə də, səni tanımayanlara da özünü tanıt ki. Bayaq dediyim kimi Salih, 10 ildən çoxdur ki, biz bir-birimizi tanıyırıq. 15 ilə yaxındır ki, biz artıq bu geyim işi ilə məşğuluq, kişi geyimləri ilə. Hardan başlamısan? Yəni bu geyim ilk öz dükanın mı olub, yoxsa satçı olaraq mı başlamısan? Hardan bu maraq yarandı səndə? Təbii ki olaraq satıcı olmuşam, amma geyimə marağım çox idi. Öz geyimlərim də həmişə yaxşı olub, getmişəm geyimləri səliqəli, fərqli yerlərdən öz zövqümə uyğun. Düzdür, öz zövqüm də çox adamların zövqünə yaxşı gəlirdi deyə mən hiss elədim ki, mən bu işlə məşğul ola bilərəm. Təbii ki, satıcılıqdan başladım. Bu sahəni özüm seçdim. Satıcı kimi gəldim. 1-2 il, 3 il, 4 il məşğul olandan sonra artıq öz mağazamı, balaca bir yerdən öz mağazamı açmağa başladım. İlk mağazan hardaydı? Yəni hansı çətinliklər, hansı asanlıqlar oldu o mağazanı açmaq üçün? Öz brendimi deyim, öz mağazamı deyim. Təbii olaraq ki, ilk mağazamız 20 yanvarda oldu. Sən özün də bilirsən. 20 yanvarda balaca bir mağaza açdıq. 10 kvadratlıq yer idi. Orayla başladıq və davam elədik. Beləliklə də gəldik artıq bir neçə il müddət keçəndən sonra gəldik şəhərdə mağazamızı açdıq. Orayla da öz geyimlərimizi artıq insanlara təqdim etməyə başladıq. Hal-hazırda Azərbaycanda insanlar geyim alarkən nəyə daha çox üstünlük verirlər? Trendi mi yaxalamaq istəyirlər? Modaya mı baxırlar? Yoxsa insanlara mı, məşhurlara mı baxırlar? Yoxsa satıcıların onlara tövsiyəsindən baxırlar? Yoxsa öz fikirlərində olan tərzi mi yaratmaq istəyirlər? Tərzi mi almaq istəyirlər? Nə cürdür bu insanların alıcı kütləsinin? Əslində alıcı kütləsi belə deyək, bəylərdə biraz tənbəllik var. Onlar istəyirlər ki, bir məhsulu, məsələn, bir köynəyi onlara təqdim edək. Məsəl üçün necə ki mən təqdim edirəm öz səhifəmdə, videolarımda. Onun detallarını, onun materiallarını müştəriyə göstərək, ondan sonra gəlsinlər, başlasınlar almağa. Yəni belə daha çox sosial media sosial media daha çox son zamanlar önəmlidir, daha çox önə çıxır. Ona görə də yəni bu sahədə bütün izləyicilər bu sahədən gəlib almaq istəyirlər. Məsələn, oturublar, baxırlar, izləyirlər, görürlər ki, məsələn, bir geyim yaxşıdır, vəssalam. Daha artıq mən sabah filan yerə gedim, hara gedim, necə gedim, daha fikirləşmirlər. Çıxdı qabağına, gəlir səhər-səhər ünvana. Yəni artıq burada öz düşüncələrinə görə alırlar. Trendi yaxalamaq üçün yox. Məşhurlara baxaraq yox. Məşhurlara baxaraq da alırlar, amma az qismdir. Əslində artıq belə deyək də, əvvəllər mənim yadıma gəlir ki, bir 10 il bundan qabaq bir üçdüymə köynəyi var idi. Belə palasalı xətti gedirdi. Hərə. Yadıma gəlir. Ağlı mavili köynək. Təsəvvür elə, o gəlib
gələndə hamı başladı onu almağa. Artıq bu trend idi. Bu trend idi. Yəni necə 3 düymə bütün şəhərə baxırdın, hamısı palasa belə Hamısı yəni zebra. zebra kimi. Metroya girdim 6 nəfər adamın üstünə gəldi, 5 nəfər. Hətta mən bir dəfə indiyən kimi yadımdan çıxmır. Yoldan gedirdim maşınla. Solda baxdım gördüm buna da bir maşın hamısı eyni. Yəni təsəvvür elə, bir maşın eyni. Amma indi şükür Allaha ki, yəni indi zövqlər dəyişilir, bəylərin fikri də dəyişilir. Artıq uzun müddətdir belə trendlər olmur. Belə trendlər olmur. Yəni belə trenddə olmamağı daha yaxşıdır. Mən deyərəm ki, heç vaxt olmasın. Çox pis görsənir. Nədir? Artıq gəlirlər ki, elə bir geyim almaq istəyirik ki, çox adamda olmasın. Bunun üzərində də biz də bunun üzərində çalışırıq. Qadınlar və kişilər geyim alarkən nəyə diqqət edirlər? Kimlər daha emosional, kimlər daha məntiqli alış-veriş edirlər? Təbii ki, qadınlar daha emosional və planlı şəkildə alırlar. Bəylərdə də planlı şəkildə olur, amma bəylər gəldim, aldım, getdim. Yəni bu gün buna məsəl üçün şalvar yoxdur, gələcək şalvarını alacaq, gedəcək, ehtiyacı var deyə. Amma xanımlar isə məsələn bu şalvar alıb, bir dənə də buna uyğun şalvar alıb, buna uyğun köynək alıb. Öncədən hər hansı günlər üçün planlayırlar, bəli. Amma bəylər bu gün toydur, məsəl üçün həmin günü qaçaqaşla gəlirlər. Bu gün məni geyindir kənar. Yəni bəylər ehtiyacı olan anda alırlar. Ehtiyacı olan anda alırlar. Amma xanımlar isə planlı şəkildə. Təbii ki. Deməli, öncəki sualımın əslində oxşarıdır. Amma insanlar hal-hazırda geyim alarkən nəyi takib edirlər? Yenə də moda önəmlidirmi, yoxsa onlar öz belə deyək, tərzlərimi yaradırlar? Mən belə suala cavab vermək istəyirəm ki, məsələn, bugünkü gündə Azərbaycan geyimində geyinən bəylərimiz bir stili var. Məsələn, polo-klassik şalvar və yaxud bir rəng cins və yaxud sadə yumru boğaz və yaxud da 3 düymə. Bu stildə gedən yəni çox kütlə var. Yəni klassik bu stildə gedir. Amma son zamanlar isə old style alanlar da çoxalıb, oversize alanlar da çoxalıb. Bunlar çoxsu gənc kütlədir. Gənclərdir ki, bu oversize, baggy stili geyinirlər, old style geyinirlər, old money geyinirlər. Yəni yavaş-yavaş görürsən ki, bizim gənc nəsil dəyişirlər. Köhnə modanı yenidən Məsələn, old money, canlandırırlar. old money əvvəllər məsəl üçün bir 30-40 il bundan qabaq gördüm enli şalvarlar geyinirdilər. Biz şəkillərə baxanda deyirdik ki, bu boyda siz şalvarı necə geyinmisiniz? Və yaxud köynəyin gəlirdi düşürdü. Ətəkləri belə geniş olur. Köynəyi məsəl üçün gəlirdi düşürdü, qolu bura. Deyirdim ha bu boyda qol, bu köynək olar belə. İndi görsən ki, oversize stili odur. O cürünə geyinirlər. Düşünürsənmi ki, Kənan, bir neçə il əvvəl cavan uşaqlar gəlirdilər, şalvarların ətəklərini çox dar elətdirirdilər, köynəklərini dar elətdirirdilər. Onda yəni dərzi ilə olan misal üçün münasibətlər artıq orada belə deyək də xoşlarına gəlmirdi, yenidən elətdirirdilər. Yəni çox iş olurdu. O stillə hal-hazırki stil arasında səncə hansı daha rahatdır satış təcrübəsində? Mən dərzilərdən danışmaq istərdim ki, o müştərilər artıq necə deyərlər, maşın alardılar kimsə, Opel deyərdilər ki, nömrələri yazın. Məsələn, Motoris, nə bilim filan ustalar. Əvvəllər də o ki, zamokla ki geyinirdilər ha. İndi müştərilərin nömrələrində dərzilərin nömrələridir. Məsələn, dərzi Bəxtiyar, dərzi məsəl üçün Amid, dərzi məsəl üçün Rövşən, məsəl üçün. Bunların nömrələri var idi ki, mənim şalvarım damdar olmalıdır. Məsəl üçün hətta zamok da qoyurdular. Çox dar görsənir. O da Türkiyədən gəlmişdi o stil. Əvvəllər türkləri Azərbaycanlılar çox izləyirdilər, amma indi artıq öz fikirlərindədirlər. Və gələk rahatçılığa, indi hansı daha rahat satmaq? Əlbəttə ki, təbii ki, bol geyim satmaq daha yaxşıdır. Həm də müştərini də belə deyək də, bəyləri də çox yaxşı görsənir. Kişilər ümumiyyətlə boş geyim daha səliqəli qalır, nəinki bədənə yapışdıran. Hətta mən deyərdim ki, düzdür mən qadınların geyimini satmıram, amma mən deyərdim ki, qadınları da belə gözəl göstərən boş geyimlər, nəinki dar geyimlər onlara yaraşmır. Səncə bu geniş geyimlər, yəni artıq dərziyə ehtiyac qalmayan geyimlər dərzilərin işində təsir yaradırmı? Ümumiyyətlə təsir yaradır söz yox, amma yenə də dərzinin həmişə işi var da.
Dərziyə həmişə tələbat var və olacaq da. Geyim mağazası sahibi olaraq səncə yaxşı geyim üçün, yaxşı, yəni belə deyək, yaxşı mağaza üçün lokasiyon çox önəmlidir, yoxsa sosial medianın daha güclü olması? Əlbəttə ki, məkan önəmlidir, yer önəmlidir. Yaxşı yerdə yerin nə qədər insanların gəzdiyi yer və ya insanların toplum şəklində olduğu yer nə qədər olsa, bir o qədər də mağazanın yəni gedişatına çox təsiri var. Amma arendalar o qədər yüksəkdir ki, artıq sahibkarlar fikirləşir ki, sosial mediada var və sosial medianın üzərindən də gələn müştərilər çoxdur. Fikirləşirik ki, bu qədər arenda verməkdənsə az arenda verib, sosial media üstünlük verib daha çox satış etmək, yəni fikirlərimiz var. Yəni daha çox satış etsək, bizim məqsədimizə daha uyğun olar. Mən belə fikirləşirəm. Sosial media üzərindən. Bəli, sosial media üzərindən olsa daha üstünlük həm qiymətdə münasib olacaq. Çünki arendatora və yaxud da xərclərə o qədər xərc çəkilir ki, məcbur olursan sən qiyməti biraz artırasan. Səncə sosial media üzərindən geyim alanlar daha çox xanımlardır yoxsa kişilər? Təbii ki, xanımlar. Yəni xanımlar ümumiyyətlə geyimdə olsun, aksesuarda olsun, nə olur olsun, yəni daha öndədirlər. Amma onlar daha çox xanımlar məncə daha çox mağazada geyinib, bəyənib bəyənmədiklərini yoxlama. Necə olur onların alış belə deyək, təcrübəsi ki, onlayn daha çox xanımlardır, amma onlar da daha çox belə deyək, geyinib baxıb. Çünki kişilərin çoxunda mən özüm misal üçün bir şey bəyəndimsə alaram onu. Gedərəm, əgər uyğun deyilsə mən dərzə düzəltdirərəm və yaxud. Amma qadınlar daha çox diqqət eləyirlər xırdalıqlara. Necə olur bu? Mən belə fikirləşirəm ki, xanımlar aldıqlarını alırlar. Sifariş verdiklərini sifariş verirlər. Amma gəzmək üçün də yenə də mollara gedirlər. Və gedib orada bəyənirlər. Baha olduğuna görə bəzən almırlar. Ümumiyyətlə gəzirlər. Yəni xoşlayırlar. Mağazada baxıb bəyənir, amma onlayn alır. Onlayn alırlar. Deməli modadan, trenddən danışdıq əslində. Amma Azərbaycanda bir moda mı deyək, trend mi deyək, belə bir xüsusiyyət var kişilərdə daha çox. Daha çox qara geyinmək. Qara Əsas önəmli. Əvvəllər daha çox qara geyimlərə üstünlük verilirdi. Qara şalvar, qara köynək, qara zamuj ayaqqabı, o yığdırma falan. İndi necədir? Mən şəxsən özüm qara təbii ki, mənə yaraşır geyinirəm, amma daha çox rəngarəng geyimlərə çox üstünlük verirəm. Amma təbii ki, kolleksiyonumda belə deyək, qaralar da var. İndi hal-hazırda necədir? Yenə də qara geyimlərə üstünlük verilir, yoxsa insanlar biraz artıq rəngli geyimlərə yönəlirlərmi? Artıq son 2-3 ildir ki, biz geyimlərin rənglərini hamısını gətiririk. Təbii ki, qara da mütləq, yəni o rənglərin içində olmalıdır. Artıq son 2-3 ilin ərzində qara geyim satışı azalır. Çünki başqa rənglər gəlib, cürbəcür rənglər gəlir. Məsələn, bu illəri 2025, məsəl üçün, bu illəri yaşıl rəngləri və tonları, açığı, tündü, məsəl üçün balot rəngi, bunlar dəbə düşüb məsələn. Bunları məsəl üçün alırlar. Heç vaxt almaz. Qırmızı məsəl üçün alırlar. Qırmızı köynək məsəl üçün alırlar. Bir neçə il bundan qabaq olmuşdu bir trend kimi. Qırmızı ayaqqabıya qədər. Təbii O da bir müddət idi. Amma indi rənglər fərqlidir. Yəni rəngləri cəmaət öz rənginə. Mən məsələn məsləhət görürəm ki, məsəl üçün sarışın bir adam gəlir, mən ona uyğun rəngi seçirəm. Deyirəm bu sənə yaraşır məsələn. Saç rənginə, göz rənginə. Göz rənginə. Məsələn, göz bir müştərim var ki, o gələndə mən onun həmişə gözünə uyğun, dəst kombininə uyğun bir geyim seçirəm, düzəldirəm ki, bu sənə daha yaxşı yaraşacaq. Yəni şərt deyil qara məsəl üçün almasınlar. Qara da olmalı. Amma bir yəni ümumi faizə baxanda əvvəldən indiyə təbii ki, dəyişilib. Qaradan artıq şükür Allaha ki, bəylərimiz geyimləri dəyişiblər. Adnoton rənglərdən çox rəngarəng rənglərə keçid. Deməli dedik ki, biz bu biznesdə sosial media çox önəmlidir. Çünki insanlar artıq sosial mediada artıq geyimlər alırlar. Sosial mediada onlayn alış-veriş genişləndiyi üçün. Bir
kişi geyimləri dükanı sahibi olaraq sosial medialarını inkişaf elətdirib sonra video çəkmələrini mi məsləhət bilərsən, yoxsa günlük random videolar çəkərək öz brendlərini inkişaf elətdirmək belə asan da olarmı? Səncə hansı yol daha asan və praktikdir? Belə deyək də, mən məsələn gündəlik, geyimlər satdığıma görə mən, videolar çəkib sosial mediada paylaşım edib satışları etməyi məsləhət görərəm. Yox, əgər sən bir brend yaradırsansa, o brendi, mükəmməl göstərmək istəyirsənsə, onun üçün sən çoxlu, səliqəli videolar çəkməlisən, Hı hı. brendi yaratmalısan. Ondan sonra Daha isə çox professional. professional şəkildə, yönəlməlisən. Ondan sonra sənin mütləq, professional, səhifələrin olmalıdır, saytların olmalıdır ki, sən bu yöndən gedəsən. Amma bizim kimi mağaza sahibləri bunu, eləyə bilmir. Niyə? Çünki onu eləmək üçün həm maddiyyat çox lazımdır, həm də ki, sən bir brendin sahibi olmalısan və bütün geyimlər, bütün, nə ki satırsansa, hamısı sənə aidiyyatı olmalıdır onun. Sən o brendin sahibi olmalısan. Yəni markalar, Bəli. etiketlər. Bunlar da ki, böyük bir iş, hesab olunur. Onun üçün də təbii ki, əgər o yolda gedən varsa, bizim də fikrimizdə var. Mən ümumiyyətlə, həm Azərbaycan geyimlərini, həm də Azərbaycanı, təmsil eləmək istəyirəm. Yəni fikrimdə var. İstəyirəm həm markamız olsun, Azərbaycan bir brendi olsun, bütün dünyada da yayılsın. Sosial şəbəkələr bu dəqiqə bir video atırsan, bütün dünya izləyir. Təbii. Buna görə də, istəyərəm ki, dünya bazarına çıxaq. Bir Azərbaycanlı İndi olaraq. hal-hazırda paylaşdığın videolardan dünya bazarı deyək də, hər hansı yaxın ətraf ölkələrdən sifarişlər gəlirmi? Bəli, gəlir. Məsələn, Amerikadan, Kanadadan, Almaniyadan, Hətta uzaq ölkələrdən. Rusiyadan, bəli. Artıq SMS-lər gəlir bizlərə. Çünki bizim Azərbaycanlılar sosial mediada çox, aktivdir. Həm canlısında, həm belə, yəni podkastlarında olsun, artıq yəni inkişaf var, həm də çox meyllidir videolara və yaxud sosial şəbəkələrə. Bu yöndən də biz istəyirik ki, öz mağazamızı da, öz brendimizi də, yəni gələcək ki, o brendimiz ki olacaq, onu da bütün dünyaya yaymaq və gələk sənin sualına ki, deyirsən ki, bu sifarişlər gəlir, əlbəttə gəlir. Elə bir videomuz var ki, 1 milyon baxışı var. Məsələn, o videodan mənə nə qədər sifarişlər gəlib ki, xarici ölkələrə göndərirsiniz, yoxsa necə? Kargo göndərmələri, kargolar necə, yəni asandımı xarici ölkələrə? Göndərmisinizmi indiyə qədər? Bizlər poçt vasitəsilə göndəririk. O da biraz gec gedib çıxır. Amma çox istəyirik ki, Azərbaycanda sırf kargo şirkəti olsun ki, tez, sürətli kargoda yəni. Yəni verəsən hansısa bir dünyanın filan yerinə getsin, çatdırsın. Elə bir şey olsa daha yaxşı olar. Deməli, sosial mediadan, trendlərdən çox danışdıq. Deməli, insanlar bir-birinə səncə nəyə görə bu dükandan al daha çox keyfiyyətlidir deyir və ağız tövsiyəsi də belə, ağızdan ağıza tövsiyə. Səncə yaxşı bir brend olmağın və insanların ağızdan ağıza tövsiyələrini daha da inkişaf eləməsinin sirri nədir? Necə bir brend olmaq lazımdır? Əvvəllər ağızdan ağıza deyilən sözlər reklam olaraq daha yaxşı hesab olunurdu. Çünki daha real olurdu, həm də inandırıcı idi. İndi sosial şəbəkə olduğuna görə artıq yəni bir adam bir statusunda kimisə tağ eləyirsə, ağızdan ağıza o hesab olunur. Yəni bu dəqiqə 4 nəfər bir yerdə oturanda bir kəlmə salamlaşırlar, hamısı telefonda olur. Statuslarına da elə 4-ü bir yerdə baxırlar. Məsələn. Ona görə də ağızdan ağıza gedilən ancaq ucuzluqlar olur. Məsələn, filan yerdə filan məsələn məhsul ucuzdur. Ancaq onun üçün qaçırlar məsəl üçün. O ağızdan ağıza daha çox yayılır, ucuz mallar. Filan yerdə filan. Amma ağızdan ağıza filan yerdə filan
məhsul çox keyfiyyətlidir, çox əladır filan, o az deyilir. Mən belə fikirləşirəm ki, bəzi bu yüksək kaliteli almaq istəyən insanlar istəmir ki, onun geyindiyi məhsulu kimsə bilsin və yaxud hardan aldığını bilsin ki, tək bunda olsun. Mən belə fikirləşirəm. Başa düşdüm. Deməli insanlar yəni aldıqları keyfiyyətli və yaxud da ki, a, yaxşı görünüşlü paltarları artıq tövsiyə eləmirlər ətrafına. Çox da yox. Çox da yox ki, ancaq özündə olsun, amma yaxşı məhsulu yenə də deyirlər, dostlarına deyirlər ki, filan yerdə məsələn Canan var, məsəl üçün gir bunu izlə bax. Burada yaxşı geyimlər var, mən almışam, məsləhətdir, məsəl üçün belə deyirlər. Hər. Təbii ki, dediyim kimi ən çox belə deyək, qadınların dilində daha çox yayılır. Filan yerdə filan şey ucuzdur. Gedin oradan alın, buradan alın, oradan alın. Ən gözəl reklamlardan biri də ucuzluqlar üçün odur. Kənan dedin ki 15 ildir, 15 ildən artıqdır bu artıq biznesdəsən. Bəli. Səncə yeni başlamaq istəyən insan ola bilər ki, bu baxsın bu podkastda. Onlara nə tövsiyə edə bilərsən? İndi hal-hazırda bu kişi geyimləri deyə və yaxud da qadın geyimləri heç fərq eləmir. Biznesinə başlamağın vaxtıdırmı, yoxsa artıq gec qalıblar? Mən istəyirəm belə bir fikir bildirim ki, 15 ildir mən bu işlə məşğulam. Amma 1 ilin ərzində bu işlə məşğul olan adam məni gəlib keçə bilər. Niyə görə? Çünki sosial şəbəkə var. 1 il ərzində, 5 ay ərzində, 6 ay ərzində sosial şəbəkənin vasitəsilə bizləri gəlib keçə bilər. Qayıdaq keçmişə, keçmişdə belə bir şeylər yox idi. Keçmişdə ancaq malını gətirirdin, satırdın, əslində alver var idi. Amma sən elə güclü tanınmırdın. Sadəcə olaraq sən öz mağazanda öz kütlən var idi və o bazara gələn və yaxud hardansa gələn adamlarla sən alış-veriş edirdin. Yeni başlayan insan da dediyim kimi bu sahə əslində çox yayılmış sahədir. Azərbaycanda xüsusən də yəni hamısı bu işi görür demək olar ki. Çoxalıb da həddindən artıq çoxdur. Mən onlara bağlasınlar. Demək istəyirəm ki, imkan verin işləyək. Gedin öz işinizlə məşğul olun. Başqa işlə məşğul olan insanlarda. Təbii ki, bir insanın istedadı varsa, o onsuz gələcək səni keçə bilər, səninlə bərabər də işləyə bilər. Yəni çünki zövqlər müxtəlifdir. Mən ümumiyyətlə bir söz demək istəyirəm ki, bu iş zövq işidir. Mən həmişə videolarımda deyirəm. Bu iş zövq işidir. Sən bu günləri gələ bilərsən, 100 min, 200 min pul tökə bilərsən bu işə. Amma bir neçə ildən sonra ya sən zövqün yoxdursa, yəni ya batacaqsan, ya da ki, nə bilim, bilmirəm. Yəni başqasına verəcəksən ki, o işlətsin sənin üçün. Papağı götürüb qaçacaqsan. Bu iş zövq işidir. Bu işin incəlikləri var. Bu işin dalıcan, yəni necə deyərlər, incə-incə getməlisən, seçməlisən, rəngləri seçməlisən, geyimlərin oturuşunu belə deyək də düzgün lekalı geyimlər seçməlisən. Artıq biz neçə illərdir ki, bu ilə məşğul olduq. Yəni bu neçə ilin təcrübəsi buna kömək edir. Lekalları, məsələn, bu kütlə nəyə geyinir? Bu kütlə nəyə geyinir? O biri kütlə nəyə geyinir? Mağazaya girən şəxsə nə tövsiyə edə bilərsən birbaşa olaraq? Bəli, bəli. Ona görə hər geyimə uyğun, hər zövqə uyğun geyimlər olmalıdır və o işlədən insanın da özünün də o enerjisi var da, onun zövq enerjisi var. Onu ora, yəni belə deyək də, tökməlidir. Yəni tökməlidir ki, o tökdüyü enerjinin, o gözəl kombinlərin, gətirdiyi məhsulların keyfiyyətini o müştərilər də gəlib ala bilsinlər. Təbii ki. Rəqabət necədir Kənan burada? Yəni sən bu gün gətirdiyin yaxşı bir model köynəyi sabah qonşu dükanda olan birisi görüb gətirirmi? Əlbəttə, elə hallar olan qarşısınıza alırsan. Olan qarşısına taktikalar var. Almaq çox vaxt olmur, çünki necə alırıq? Bəlkə onu vitrinin yaxşı yerinə qoymursan, altdan satırsan və yaxud da belə bir taktikalar var. Taktikalar çoxdur, hamısını mən demirəm o taktikaları. Çünki bəzi bizi ilim izləyənlər o taktikalarımızı bilməsinlər.
Zövqlə geyim gətirməliyik. Bunun qarşısı birincisi bu alınır. Yəni hər kəs öz zövqünə Hə, uyğun. hər kəs öz zövqünə uyğun əslində gətirsə geyimləri və onların zövqünə uyğun da müştərilər gələcək. Təbii. Müştərilər gələcək və onları alacaq. Bir də ki, belə deyək də, məsələn, deyirsən, sən gətirdiyin məhsulu qonşu da gətirə bilər məsəl üçün. O qonşu müştərini əldə etmək üçün bu gün səndən aşağı verəcək. Aha. Amma o səni qazanandan sonra yenə də başqa məhsullarda öz pulunu çıxardacaq. Müştəri elə biləcək ki, aha, Salih əgər Kənandan aşağı qiymətə verdisə, deməli Salih yaxşı. Bu müştərilər üçün bir tüyo oldu da əslində ki. Bəli. Yəni bunu hər yerdə demirlər. Yəni bu elə bir müştərimizin necə deyərlər, birbaşa xeyrinədir və oradan mən demək istəyirəm ki, müştərilər bunu bilsinlər ki, yəni sən bu günləri 5 manat aşağı hardasa gördünsə, o demək deyil. Yəni sadəcə olaraq o səni qazanmaq üçün eləyir. O hər dəfə eləməyəcək onu sənə. Bir sonrakı təbii ki, bir sonrakı geyimlərdə artıq onu ən yaxşısı, yəni bir hardan ki almırsınız. Alırsınızsa, məsələn, hardan ki, ondan ki səmimiyyət yaranır. Onun səmimiyyətinə inanıb düzgün formada, yəni gedişatı izləmək və geyimləri almaq lazımdır. Yəni sürəkli şəkildə, davamlı şəkildə. Davamlı şəkildə gələn müştəriyə bizim həmişə endirimlərimiz var və biz həmin müştəriləri çox istəyirik və dostlarımız da olar. Biz onları dost hesab eləyirik. Biz o müştərilərini necə deyərlər, həmişə yüksək yerdə saxlayırıq. Gələn kimi onlara ən yaxşı nələr varsa onları göstəririk ki, onlar yenə də gəlsinlər bizim mağazaya. Bəs burada bir Kənan, bir community, bir WhatsApp qrupu və yaxud da yeni gələn malları bir göndərirsən müştərilərə, yəni onlar yeni malların gəlməyini yenə də sosial mediadan mı izləyirlər, yoxsa birbaşa müştərilərlə əlaqə yaratmaq üçün WhatsApp qrupu və yaxud da ki, direkt mesajlar göndərirsənmi? Bəylərə WhatsApp qrupu heç vaxt yaratmırıq. Çünki bəylər fikirləri ya işdə olur, ya başqa yerdə olurlar. Çox vaxt izləmirlər xanımlara nisbətən. Onlara çoxlu şəkil gəldikcə də həm onlar artıq SMS çox gəlir işlərindən, yəni bezdirici olur deyə biz onlara heç vaxt şəkilləri göndərmirik. Sadəcə olaraq öz statusumuzda, WhatsApp statusumuzda paylaşım edirik. Oradan görürlər. Kim istəsə baxır, kim istəsə baxmır. Yəni məcbur ki, sən gəl bunu al eləmirik. Başa düşdüm. Kənan, ümumiyyətlə məqsədin nədir bu işi görməkdə? Yəni və yaxud da məqsədin varmı? Sadəcə iş üçünmü görürsən, yoxsa bunun arxasında yatan hər hansı bir tutarlı bir məqsəd varmı? Əlbəttə ki, məqsədsiz heç bir yola heç kəsi məsləhət də görmərəm çıxsın və həm də özümə. Çünki məqsədimiz daha yüksəklərədir. Bütün dünyaya geyimlərimizi, Azərbaycanın geyimlərini göstərməkdir. Ola bilər ki, hansısa bir fabrik bizlərlə çalışsın və geyim markası yaratsın. Collaboration. Biz də həmən o geyimləri həm Azərbaycan, həm də dünya brendinə çıxarda bilək. Bunun üçün məqsəd budur. Başa düşdüm. Bunun üçün hər hansı bir addımlar atırsanmı hal-hazırda? Əlbəttə addımlar atırıq. Geyimlərimizi indi sosial şəbəkədə paylaşımlar edib tanıtmağa çalışırıq. Ola bilər ki, gələcəkdə maddi baxımından inkişafımız artsa, maddi baxımından həmən o marka və brendimizi yaradacağıq. Yaşa. Sonda alıcılara nə tövsiyə edərdin? Sonda alıcılara tövsiyə edərəm ki, öz rahatlığınıza uyğun geyimlər alın. Biraz bəylər haqqında danışdıq. Xanımlar məlum məsələdir ki, xanımlar alırlar geyimlərini. Bəylərə məsləhətim odur ki, geyim rənglərini alsınlar. Müxtəlif rənglər. Bəli. Şalvarlar bir 4 dənə, 5 dənə şalvar olmalıdır. 2-3 dənə pol plastik olmalıdır. Səyahətlərə getmək üçün şortiklər olmalıdır. Geyim köynəklərdə də həmçinin eyni qaydada və hər məkana uyğun geyimlərini seçib geyinsinlər. Yəni müştərilərə bunları məsləhət görərəm. Düzgün forma. Zaten siz hər yerə pulları xərcləyirsiniz. Çayxanalara gedirsiniz, pullar xərcləyirsiniz. Başqa yerlərə pul xərcləyirsiniz. Amma geyimə gələndə mən baxıram bəylərə ki,
geymə üstünlük vermirlər. Geyimi azaldırlar. Ona görə məsləhətim odur ki, ayda heç olmasa maaşınızdan şərt deyil sən gəlib bahalı mal alasan. Yəni ki, o qədər ucuzluqlar var ki, 5 manatdan, yəni 5000 manata qədər məhsul var. Cibin maaşın nəyə uyğun gəlirsə, ayda bir dənə şalvar, bir dənə köynək, bir dənə ayaqqabı. Ona uyğun geyimi al, qoy. Al, qoy. Onda sən fikirləşməyəcəksən ki, mən bu il nə geyinim. Daha məhsul geyimlərin olacaq. Bəli. Kənan, təşəkkür edirəm. Dəyərli təcrübələri, bilikləri bizimlə paylaşdın. Sağ ol. İzləyicilərlə paylaşdın. Sonda demək istəyən hər hansı bir nəsə varsa buyur. Sonda dediyimizi dedik. Allah köməyimiz olsun. Çox təşəkkür edirəm hər kəsə izlədiyiniz üçün. Modanı hər kəs izləyə bilər. Amma stil o sənin imzandır.